7-ci sualda sıxlıq verib rho bərabərdir 1,2 qram bölünsün milli. Molyar qatlıq, yəni C bərabərdir 2 mol bölünsün litr. Buna M-lə də işarə eləmək olur. Natrium OH məhlul 1200 qramına. M bərabərdir 1200 qram. Buradan verilənlərə əsasən rho bərabərdir M böl V düsturundan əvvəl V-ni tapacaq. M-imiz 1200-dür, bölünsün rho-muz 1,2-dir. Bu eləyəcək 1000. 1000 nə? Milli. O da 1 litr deməkdir. Sonra C bərabər nü böl V düsturundan nü-nü tapacaq CV. Bunu çevirəndə 1 litr demişdik, düzdürmü? 1 vurulsun 2 nü taparkən o deyəcək 2. Bu qalsın burada. 2 mol. Əvvəl 2 moldur. Sonra nə ediblər? 1200 qramda 280 qram natrium OH əlavə edildikdə 280 qram natrium OH-ın nisbi molekul kütləsini aşağıdan veriblər 40. O zaman biz natrium OH-ın 280 qramını mola çevirsək, 280-i böləcəyik 40-a. Nü bərabərdir 280 bölünsün 40. Bu edir 7 mol. Əvvəl nə qədər idi? 7 mol idi. 2 mol idi daha doğrusu. Sonra nə qədər tökdülər? 7 mol. Cəmi nə qədər oldu? 9 mol. İndi deyir ki, 280 natrium OH əlavə etdikdə məhlulun həcmi 1200 oldu. Həcm oldu 1200. 1200 milli. Alınmış məhlulun molyar qatlığını hesablayın. Yenə də C bərabər nü böl V 9 bölünsün 1,2. Çünki bizə mol böl litrlə tap deyir. 9 da 1,2 böləndə vergül istəyək 90-la 12-ni 3-ə ixtisar eləsək 30 burada qalır. 4 burada qalır. Bu isə 7,5 Y variantı.